Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox dadlı bir spagetti hazırlayacağıq. Yəni yedikcə doymayacaqsınız bu spagettidə. Deməli əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi xırda doğranılmış soğandır, bibardır, şirin bibardır təbii ki, kökdür belə doğramışıq. Ondan sonra bir ədcə göy soğan lazım olacaq bu sonda. Soyuv sos lazım olacaqdır. Tomat pastası, pomidor, bax belə pomidordur. Kanalımızda var, qışlıq üçün hazırlayırıq. Duz istiyor zövqə görə, vermişik lazım olacaqdır və yağ. Bir də ki əziz izləyicilər, deməli toyuğu xırda doğramışıq. Soğutma bişiyini göstərdim sizə. Deməli əziz izləyicilər, gördüyünüz kimi burada toyuğun bulyonu hazır olur. Yəni toyuğun ətini və bir əcə xırda da doğramışıq ətindən bura bulyon hazırlayırıq. Bunu həm indi soğanın zadı qızardandan sonra içinə tökəcəyik, biraz da ətini qovuracağıq və suyu da ki bulyon kimi olacaqdır. İndi bunu mən hazırladıqca etap sizə göstərəcəyim. Və indi başlayırıq hazırlamağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi tabağımızı belə qoyuruq, yağımızı əlavə edirik. Biraz da piyimiz var. Piyi də əlavə edirik ki, bu da xüsusi belə deyərdim, tam verir ona. Belə. Piyi də xüsusi tam verəcəkdir. Bir də ətimiz əriyənə kimi, daha doğrusu yağımız əriyənə kimi piyi də burada əriyəcəkdir. Gözləyirik əriməyini, sonra isə belə deyim, soğantamızı da əlavə edəcəyik. Deməli əziz izləyicilər, yağımız əridikdən sonra üzərinə belə deyək, soğanımızı əlavə edirik. Soğanımızı, bibarımızı, ondan sonra kökümüzü və beləcə qarışdırırıq. İçində də piy beləcə əriyir və xüsusi tam verir bunu. Belə. Bir şey də qeyd edim əziz izləyicilər, bayaq yadımdan çıxdı deyəm. Belə bir bulyonda əlavə edəcəyik suyuna. Düzdür, suyu toyuq bulyonu olsa da yenə də bu xüsusi tam verir. İndi edəndə görəcəksiniz. Və gözləyirik pişməyini bunu. Deməli əziz izləyicilər, gördüyünüz kimi soğanımız bax belə bir ədcə qovruldu. Bir ədcə. Üzərinə deməli pomidorumuzdan əlavə edirik. 1-2 qaşıq və rengi geçir olsun deyə tomatımızı əlavə edirik. Hardasa bax belə tomat əlavə edirəm. Bir də təbii ki soyuv soslar əlavə edirəm. Çox yox, bir damcı belə. Və yaxşıca qarışdırırıq. Böylece olduktan sonra ağzını örtülüp ki öz suyunda biraz pişsin. Deməli əziz izləyicilər, baxın belə qəşəng qovrulduqdan sonra içində də ət bir damcı qaldı o yağ da pis ərdi. Belə qovrulduqdan sonra bulyonumuzu əlavə edirik. Deməli gördüyünüz ətli bulyonumuzu üzərinə əlavə edirik. Baxın, bulyonumuza baxın. İçində də ətlərik. Bax, beləcə əlavə edirik. Əlavə etdikdən sonra
Bunlar özləri bax beləcə pişəcək və neynirik makaronumuzu bura əlavə edirik. Daha doğrusu əvvəl bulyonumuzu əlavə edəcəyik. Yəni bax göstərdiyim bəlkə bulyondan belə bu boyda kifayət edir. Bu ona xüsusi tam verir. Toyuq bulyonumuzun da içinə duz əlavə etmişdik. Ona görə duz elə tökməyəcək. Bir damcı acı istiyor. Çünki acını çox sevdiyimdən. Yəni siz istəsəz tökməyə də bilərsiniz. Ancaq mən bax belə pul biber əlavə edəcəyəm. Yaxşı. Əlavə etdikdən sonra vermişimizi bir də deyək. Bax beləcə qoyuruq ki, yaxşı pişsin biz. Özü pişdikcə deməli əziz izləyicilər, belə vermişlər şey olacaqdır, yəni canına çəkəcək. Kifayətdir belə. İndi deməli əziz izləyicilər, bunun pişməyini gözləyirik. Bax beləcə vermişi canına bunu çəkəcəkdir. Əziz izləyicilər, gördüyünüz kimi bax vermişimiz beləcə yatdı və bunun deməli pişməyini biz gözləyirik. Beləcə bütün suyu canına çəkəcəkdir. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi artıq spagettimiz hazır oldu. Necə gözəl, rəngli və dadlı spagettimizdir. İndi üzərinə isə əziz izləyicilər beləcə soğanımızı əlavə edirik. Artıq pişibdir. Qazımızın altını keçirdirik və beləcə qarışdırırıq. Gördünüz əziz izləyicilər. İndi isə boşqaba qoyub süfrəyə verə bilərik. Çox dadlı bir spagettidir. Ümumiyyətlə bizim kanalda çoxdur belə spagettilər. Yəni belə deyək də cürbəcür. Bu isə çox qeyri-adisidir. İndi boşqaba qoyub süfrəyə verə bilərik. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq hazırdır və beləcə görün necə gözəl alınıbdır. Beləcə hazırladıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq spagettimiz hazırdır. Bax belə edib üzərinə soğan və bir də kanalımızda var spagetti üçün belə sos var. Ondan da beləcə qəşəngcə tökürük. Dadlı olsun deyə və beləcə soğanımızı zadda tökürük. Alınır gözəl bir həm görünüşü, gözəl həm dadı gözəl bir spagetti. Beləcə hazırlayın. Hər kəsə nuş olsun. Çox dadlı və gözəl alınır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun. Salamat qalın əziz izləyicilər.